Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında. Salam, əziz və dəyərli, çox hörmətli izləyicilər. Hər birinizi səmimi qəlbdən salamlayırıq. Bu gözəl gündə Allah sizləri var eyləsin diləyirik. Dəyərli izləyicilər, bildiyiniz kimi günlük Ramazan çıxışlarımız Qulluğun Mahiyyəti adlı silsilə mövzu ətrafında öz axarında davam edir. Keçən dəfəki çıxışımızda biz bir neçə gözəl mövzulara toxunduq və ilk dərsimizdə biz qul nədir, qulun termin və mahiyyət baxımından danışdıq. Ondan sonraki dərsdə isə insan niyə qul adlanır? Yəni insanın öz məhdudiyyət, yəni insanın bu dünyada məhdud bir varlıq olduğunun sübutuna işarələr etdik. Bugün isə danışacağımız mövzu azadlıq və qulluğun paradoksu haqqında olacaqdır. Yəni bu nə deməkdir? Nə mənada? Çünki misal üçün deyirlər, yəni Allah bütün seçimləri insanların özünə vermişdir. Özünə vermişdir. Yəni insan azad varlıqdır. Nə istəsə eləyir, azad varlıqdır. Amma bir yandan qulluq baxımından da baxsaq, keçən dərsdə dedik ki, qulluq, belə deyək ki, insan tamamilə azad deyil. Tamamilə azad deyil. İnsan məhdud bir varlıqdır. İnsan bəzən öz seçimlərini edə bilmir. İndi bu ikisi arasında paradoks deyirlər də buna, bir ziddiyyət baş verir. Ona görə 3-cü gündə mən belə bir mövzu seçdim və biz bu mövzu ətrafında danışacağıq. Deməli, belə başlayaq. İlk baxışda azadlıq və qulluq bir-birinə zid baxışlar kimi görünür. Bir-birinə zid anlayışlar kimi görünür. Azadlıq sərhədsizlik, müstəqillik və istədiyini etmək kimi başa düşülür. Qulluq isə itaət, bağlılıq və asılılıq kimi qəbul edilir. Bu səbəbdən qulluq azadlıq gətirə bilərmi? Sualı bir paradoks kimi. Yəni gedir, cavab tapılmır. Ümumiyyətlə, belə deyək ki, lakin bu məsələni daha dərindən araşdırsaq, belə bir nəticə çıxararıq ki, insan tam müstəqil bir varlıq deyil. Tam müstəqil deyil. O, ya nəfsinin istəklərindən, ümumiyyətlə, o ya nəfsinin istəklərindən asılıdır. Buna da azadlıq deyirlər. Ya da ki, cəmiyyətin gözləntilərinə, qorxularına, ya maddi maraqlarına, yəni o ilahi qanunlar, ilahi çərçivədə, əsl dini yolda ibadət itayətində bu qulluq adlanır. Görürsünüz? Yəni, buradakı azadlıq, normalda insanlar azadlığı nəyə görürlər? Öz ürəklərini, yəni bu da nəfsdir, öz nəfsinin istəklərini təmin, insanın, belə deyək, öz nəfsinin istəklərini təmin etməsi onun azadlıq gətirəcəyinə inanır, azadlıq gətirəcəyini iddia edir. Amma burada belə bir məsələ var, İnsan mütləq azad deyil, nəyəsə bağlı olur. Ürəyim istəyir, ürəyinə bağlısan. Nəfsi nəfsinə bağlısan. Nə istəyir, mən azadam, filan şeyləri, nə sorsan, onu nə istəyir, ürəyim istədi, elədim. Sənin nə işinə qalıb? Yox, ürəyindən asılsan demək. Yəni, buradan belə bir nəticə çıxararıq ki, insan tamamilə müstəqil deyil, azad deyil. Sadəcə nəyə bağlı olduğunu seçir və salam. Ya ilahi qanunlar çərçivəsində, Allaha, Peyğəmbərə, ya da ki, nəfsin istəklərinə, bu qədər. Bu baxımdan azadlıq bağlılığın olması deyil, doğru bağlılığın seçilməsidir. Bu çox önəmli, doğru bağlılığın seçilməsidir. Əgər insan, üzr istəyirəm bu ifadəyə görə, çox dönə-dönə üzr istəyirəm. Əgər insan öz ehtiraslarına qul olarsa, o artıq azad deyil deməkdir. Çünki istəklər onu idarə edir, nəfs onu idarə edir.
Yəni bu var. Əgər insan insanların razılığını mütləqləşdirirsə, o zaman ictimai rəyin əsiri olur bu zamanda. Yəni bu zahirdə azadlıq kimi görünsə də, daxildə isə belə deyək ki, asılılıqdır. Yəni zahirdə bu azadlıq kimi görünür, amma daxili aləmə müraciət etsəniz bu asılılıqdan başqa bir şey deyil. Doğrudan da. Və burada artıq buna çarə olaraq belə bir təklif irəli sürəcəm. Mən belə bir şey deyəcəm. Übudiyyət ki var, übudiyyət. Übudiyyət isə insanı nisbi bağlılıqlardan azad edib mütləq həqiqətə bağlayır. Gördük, yəni übudiyyət insanı nisbi bağlılıqlardan azad edib mütləq həqiqətə bağlayır. Yəni insan mütləq olanı qəbul etdikcə keçici olanların əsasından xilas olur. Yəni bu da nə deməkdir? İnsan keçici şeylərin həqiqətən də gəlib keçici olduğunu anlayıb, sırf mütləq ona əbədi olan olaraq yanında olacaq şeyləri qəbul etdikdə ki, bu onun ruhunun tələbidir, onun fitrətində var, onun fitrətinin tələbidir. Bu zaman o keçici istəklərdən, yəni bunu daha elmi dildə desək, artıq nəfsinin istəklərindən azad olmuş olur. Çünki artıq onun meyarı dəyişir. O nəfsinin deyil, həqiqətin istiqamətində hərəkət etmiş olur. Baxın, bu çox önəmlidir. Yəni, burada bura kimi belə nəticə aldıq. Demək ki, qulluq əslində belə deyək ki, yəni əsirlik deyil, əsl azadlıqdır. Nə mənada əsl azadlıqdır? Bu zaman insanların ki, o seçdiyi azadlıq yolu var idi. Başda dedi, azadlıq, qulluq yolu. Artıq azadlıq yolu onun ürəyinin, nəfsinin istəkləri deməkdir. Yəni, o yenə də asılı sayılmış olur kimdənsə. Asılı sayılmış olur. Amma bu yöndə, biri var ki, yəni bunu nəyə görə deyirəm? Biri var ki, yaxşı yöndə bir şeydən asılı olasan. Biri də var ki, pis yöndə asılı olasan. Bu çox önəmlidir. Və dəyərli dostlar, burada paradoks həll olunur. Bu paradoks həll olunur. Qulluq azadlığın əksi deyil, onun təmiz formasıdır. Bax, dediyimizə çıxırmı? Bəli, təmiz forma. Çünki həqiqi azadlıq insanın öz zəifliklərindən və daxili əsarətlərindən qurtulmuş olma. Artıq yaxşı mənada azad olmuş olur. Yəni, bayaq da dediyimiz kimi, insan nəfsinin istəklərinə tabi olsa, bu zahirdə, belə deyək ki, azadlıq kimi görünsə də, daxildə asılılıqdan başqa bir şey deyil. Bir özümüzə fikir versək. Bu çox önəmlidir. Yəni, çünki nəyə görə dedik? Çünki həqiqi azadlıq insanın öz zəifliklərindən və daxilə əsarətlərindən qurtulması deməkdir. Yəni, bu çox önəmlidir, dəyərli dostlar. Yəni, sona gəlirəm, sizi də çox yormuram. Beləliklə, azadlıq sərhədsiz olmaq deyil, öz həddini bilmək və ona şüurlu şəkildə qəbul etməkdir. Qulluq isə bu şüurun adıdır. Yəni, insanın öz həddini bilməsi və onu qəbul etməsi, onun şüurlanması olur, şüurlanması demək olur və biz buradan da belə nəticə aldıq ki, azadlıq, buradakı yazılan birinci azadlıq, siz bildiniz, həqiqi azadlıq demək deyil. O daxildə, belə deyək ki, o zahirdə azadlıq kimi görünsə də, daxildə asılılıqdan başqa bir şey deyil. İnsan gərək yaxşı bir şeyə, təmiz bir şeydən asılı olsun. Nə mənada? Yəni, nəyə görə deyirəm? İnsan tamamilə azad deyil, bunu bildik.
tamamilə müstəqil deyil. Bunu bildik, bu qaçınılmaz bir faktor. Heç olmasa ona görə də, heç olmasa pis bir şeydən yox, yaxşı bir şeydən belə deyək ki, asılı olsun. Yəni çünki nəyə görə? Qulluq azadlığın əksi deyil, onun təmiz formasıdır. Yəni biz təmiz yoldan addım atmalıyıq, təmiz yolda inkişaf etməliyik. Bu çox önəmlidir. Bura qədər hələlik burada dayandırıram dəyərli izləyicilər. Artıq bildiyiniz kimi bugün də azadlıq və qulluğun paradoksu haqqında qısa bir çıxış etmiş olduq. Bilirsiniz ki, bugün də Ramazan ayının artıq 3-cü günü idi. İnşallah ki, sabah 4-cü gündə biz sizlərlə yeni, yəni təbii ki də bu da qulluğun mahiyyəti silsilə mövzu əsasındadır. Yenidən çıxış edəcəyik dəyərli dostlar. Bura qədər bir sualınız varsa təkrar qeyd edə bilərsiniz. Hələlik burada bitiririk. Allah bütün tutduğunuz orucları ən ali dərəcədə qəbul etsin. Təkrar görüşmək ümidi ilə sağ olun. Təşəkkürlər. Ramazan ayında, Allah ayında, Ramazan ayında, Allah ayında.